Sadiq müəllim, riyaziyyatı zəif olan birinci və ikinci qruplara nə məsləhət görürsüz? Deməli, şagirdin riyaziyyatı zəifdirsə, buraxılış imtahanında 13 sual həddən artıq asan olur. 13 test, yəni qapalı sual asan olur. Yəni onun öhdəsindən istənilən bir şagird gələ bilər. Sonra açıq suallardan və ətraflı yazdığında bir neçə yazmaqla bir 50 bal yaza bilər buraxılış imtahanından. Yəni digərlərin demirəm, çətin sualları demirəm, amma 50 bal yaza bilər. Sonra blok imtahanında bilirik ki, orta və çətin suallar olur. Blok imtahanında da 10 dənə sual olur ki, orta səviyyəli olur. Yəni buraxılışdan sonra biraz fənlər də yüngülləşir. Çalışıb o 10 sualı öyrənə bilər. Neçə bal eləyir bu ikisi bir yerdə? Deməli, ikisi bir yerdə 70-80 bal ola bilər. Toplama 70-80 ballar və digər ballarını da sizin fəndən toplayar. Eşitdiyimə görə mətnlər asan da olur, onlardan yazıb toplaya bilər. Yəni qəbul ola bilər. Yəni 200-ün üzərində bal digər yerdə qalan fənlərlə. Bəli, o biri fənlərdən də indi birinci qrupdursa, digər fənlərdən də ikinci qrupda coğrafiya oxuya bilər, tarix oxuya bilər. Bunlarla düzəldə bilər. Yaxşı. Əla. Siz bəs qruplara qoşulsalar nə əldə edərlər? Bizim qruplara qoşulsa, yəni riyaziyyatı zəifdirsə, amma burada bir şey var ki, şagird özü də oxumaq istəsin də, yəni özü də çalışsın. O önəmli bir şeydir. Bizim proqramımızla davam eləsə, zəif şagirdlər mən düşünürəm ki, 15 dənə yaza bilərlər. 15-ə çatdırmaq olar, bəli. 3 ayın içində. Bəli, 3 ayın içində. Yəni bizim proqramla davam eləsə, mən dediklərimə əməl eləsə, yəni onlar üçün mən elə bir ağır şərtlər də qoymamışam. Onlara 50 sual verirəm, sualların izahlarını da verirəm, video izahlarını. Bəli, əsl zəif şagirdlər üçün bu ayrıca proqramdır. Və bundan əlavə də canlı dərslərimizdə suallar necə başlayır? Başlayıram ən asan suallardan çətinə doğru getməyə. Məsələn, normal bir qrupda başlayan kimi buraxılış tipli suallarla gedirəm. Amma o qruplarda ən sadə suallardan başlayıb davam edirik. Bu qruplara qoşulmaq üçün